Aslan beyleri onun yarıdır. Zəhmət çəkir neçə bahar, neçə qış. Vəli atanın bir cəmalıdır. Vətənə qeyrətli oğul qız verən, pay üçün tər tökən tədarük görən, bugünkü məclisi nura döndürən, belə gözəl atalar var olsun. Ay bəy, qonaqlarımız əyləşsinlər. Çox sağ olun, çox var olun. Giymişsən eline beyni basını, giymişsən eline beyni basını, bu görkəmin gəlir xoşa tazə bəy. Gəlişinlə şad yıldır məclisimizi, doğrudan da nə gözəlsən, şair ana yaslandı. Şair gələm çalsın bu gözəl çağa, bu xoşdan tanıya, bu xoşdan dostların fərəhi qaydansın dala, düşmənlərin qalsın yana yana, aslan bəy. Hörmətli qonaqlar, hörmətli dostlar, hörmətli toy iştirakçıları. Bugün Cəllabad torpağının dağlar qoynunda yerləşən Məlikqasımlı kəndində gözəl bir ailənin özünün özəli qoyulur. Bugün bu məclisin iki gül açmış, biri Aslan bəy, biri onun yarıdır. Zəhmət çəkirdi neçə bahar, neçə qış, Vəli atanın bircə barıdır. Vətənə qeyrətli oğul qız verən, toy üçün tər tökən, tədarük görən, bugünkü məclisi nura döndərən, gözəl atalar, gözəl analar var olsun. Mən icazə verin ilk öncə musiqi heyətlərin sizlər üçün təqdim edim. Yəni, təqdimata ehtiyac olmasa da bugün məclisimizin bir gözəl qonağı, qonaq da demək olar, bu eldə, bu torpaqda neçə il bundan öncə toy şənliklərində iştirak edib. Bugünkü məclisimizin aparıcısı Şamil Mustafayev qardaşımız bugün məclisdə iştirak edib. Gəlin alqışlayalım Şamil qardaşımızı. Çox sağ olun, çox sağ olun. Bugün elimizin adəti var, qanunu var. Gələn qonaqları adətən ev sahibi salamlamalıdır. Ola bilsin ki, tanıyan, tanımayan var. Mən ilk sözü, ilk təbriki Aslan bəyimizin atası Vəli kişiyə vermək istəyirəm. Buyursun, Vəli qardaşım, toyxanaya gələn qonaqları salamlasın. Və
Mən Xəyam ansamblımızın adından, öz adından Aslan bəyi təbrik edirəm, ona uzun ömür, can sağlıq qismət eləyirəm və deyirəm, arzularınız qoy həmişə gül atsın, sevinciniz ürəyinizdə dil atsın. Allah onu həmişə başımız eyləsin. Böyükan da bizim fəxri vətəndaşımızdır. Elə gündə bu deyilən zatdır. Allah onu bu eldən əskik eləməsin. Nə deyim Şamil, birinci mən bu toyun açılışında istərdim səndən bir dənə Zabul Seykə, bir müəllim kimi səndən mən bunu özdə muğam belə necə lazımdır, elə dəstgahı ilə oxuyasən. Çox sağ olun. Çox sağ ol. Əziz toya gələn qonaqlar, hamınızı xoş gördük. Biraz qabağa deyəm, biraz qabağa gün düşməsin. Allah'tan arzum budur həmişə xoş günlərə, belə günlərə təsadüf eləsin. Hamımızın subaylarına bu toydan qismət olsun. Aslan bəy xoşbəxt olsun, qoşa qarısınlar, qoşa yarısınlar. Təbrik edirəm səni. Xoş gəlib toya gələn qonaqlar bir daha. Yəni əslində mən biraz uzaq gəlmişəm. Mənim musiqi qardaşlarım da məni çox böyük məmnuniyyətlə yola verəcəklər inşallah bugün. Hələlik sizinlə olacaq bir neçə saat ərzində sizin xidmətinizdir. Sağ olun. Qara gözlü, şirin sözlü, anam gəlir.
abalam abalam ay cismine verme eziyet dahi can kadrini bil cismine verme eziyet dahi can kadrini bil uyma bu dünyaya o 5 gündür inan can kadrini bil dostluğa sadık olup nameşinan kadrini bil uyma bu dünyaya o 5 gündür inan can kadrini bil Dehrede bugünkü beşer daima daima ömrülemir dehrede bugünkü beşer Çinekiz kardeş olup and edilen xeyri neşer Ömrümü kefle başan Ömrümü kefle başan Ne gerek gemlekede El mohu mensebin olsun Dolanıp gezmeden Düşmez böyle yazar zaman kadridir Uyma bu dünyaya o 5 gündür inan can kadridir Gerektir bir müğallide Gerektir bir müğenni de dehride hüşyar olsun Musiki emrine her gün haberdar olsun Kim sevir musikini ömrü boyu var olsun Kim sevir musikini ömrü boyu var olsun Dövresinde her bir var Yaxşı sənətkar olsun Musiqiyle ucalar Musiqiyle ucalan şöhrət-i şan qədrini bil Uyma bu dünyaya O 5 gündür inan Can qədrini bil Aman Pedadar Yarım aman Ver yerine yemeğe bir
aşıklarım benden soruşun. Hicriyacağım veren aşıklarım benden soruşun. Hikmetli sözü ehli kalemden sana derdim hamıya faş eləmə. Dərdə dərmanı həkim olə bilərdən soruşun. Vardırsa cənnətlər, cəhənnəm deyilən dünyada. Onu mümkün eləyim bir şey verenden soruşun, bakir hizmetimizdir vətənə döymə qalayan. Herkesin hakkını tergiyle vətəndən soruşuyor. Zülfün kimi ey sevsiz gülmüş güter olmaz.